Belə, bugünkü qonaqlarımızlardan biri BMW F30 avtomobilidir. Və avtomobil sahibi də arxa kadrdadır, yanımızdadır. Deməli, yaxınlaşdı bizim yanımıza, bir dənə diaqnostik elə. Bu da bizim təzə ustamızdır, diaqnostik eləyir, dərdini tapır, biz də sökürük. Deməli, avtomobildə üst qışqa prokladkasında problem var idi. Üst qışqa prokladkasının yenisi ilə, orijinalı ilə əvəz elədik. Daha sonra isə alışma şamları, svetsaları. Svetsaları qaz buraxmışdı və orijinal idi. Üstündə gələn idi, orijinal idi. Biz də orijinal ilə əvəz elədik. Daha sonra isə farsoqların hamısını, yüksək təcili farsoqların hamısını endirimlə, qardaşı da təklif elədik. Bütün xidmətlərin hamısını endirimlə. Yüksək təcili farsoqların hamısını söktük. Farsoqları da sistem elədik, yuduq, təmizlədik. Alışma şamları, svetsalasının yenisini əvəz elədik. Üst qışqa prokladkasının orijinalı ilə əvəz elədik və avtomobil demək ki, tam hazırdır. Bir dənə qalıb üstünə yerləşdirmək. Onlar da yerləşdirib inşallah diaqnostik adaptasiya işlərini də görüb yola salacaq. Kimin ki avtomobilində problem var, istəyir çəkimi ilə bağlı, istəyir yancaq sistemi ilə bağlı, istəyir asıq sistemi ilə əlaqədar, istəyir elektrik xidmətinə bağlı fərq eləmir. Ən çox da BMW-lər üzrə bizim servis seçib yaxınlaşa bilərlər və bir şeyi nəzərə çatdırmaq istəyirəm ki, həftə içi bütün görülən işlərə endirim var. Yəni həftə sonu görülən qiymətlərdə fərqli olaraq həftə içi endirim eləmişik. Buyurub yararlana bilərsiniz. İzləmədə qalın. Düz demirəm? Hı?